Salam əziz abituriyentlər və şagirdlər. Bugün sizə ismin quruluşca növlərindən bəhs eləyəcəm. Elə isə başlayaq. Mütləq qeyd götürün, yəni qeyd götürməyi unutmayın. Deməli, ismin quruluşca 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Sadə isimlər gördüyünüz kimi bir kökdən ibarət olur. Yəni, deyirik ki, ya bir kökdür, ya da kök və qrammatik şəkilcidir. Düzəltmələr kök və hökmən minimum bir leksik şəkilçidən ibarət olmalıdır. Mürəkkəblər isə 2 və daha artıq sözün birləşməsi hesabına yaranır. Düzəltmələrə deyirik morfoloji üsulla yaranma. Morfoloji, yəni şəkilçinin köməyi ilə. Mürəkkəblərə deyirik uşaqlar sintaktik üsulla yaranma. Yəni sözün köməkliyi ilə. Bu belə. İsim haqqında ümumiyyətlə bir xatırlatma etsək, ismin sualları nə idi? Kim, nə, hara? Bu suallardan birinə cavab verən əsas nitq hissəsidir və əşyanın adını bildirir. İndi baxaq, isim düzəldən şəkilçilərimiz hansılardır? Ümumiyyətlə bu şəkilçilər 2 qrupa bölünür. Adlardan isim düzəldənlər, bir də feildən isim düzəldənlər. Adlardan isim düzəldən deyəndə, yəni adlar deyəndə nəyi nəzərdə tuturuq? İsim, sifət, say, əvəzlik, zərf. Bu, deməli, 5 əsas nitq hissəsini nəzərdə tuturuq. Məsələn, Lili, Lulu'dan danışaq. Bu şəkilçi həm isim düzəldir, həm də sifət düzəldə bilir. Gəlin bir nümunədə baxaq. Yəni, bu amonim şəkilçidə. Məsələn, şəhərli sözündə isim düzəldir, amma elə ola bilər sifət də düzəltsin. Misal üçün. Bax, buraya yazıram ki, savadlı. Bir də yazıram ki, məsələn, məktəbli. Hardan bilim hansı sifətdə, hansı isim? Sizə çox rahat bir yol deyəcəm. Ondan tapasınız. Baxın uşaqlar, əgər bu şəkilçinin yerinə, çünki Lili, Lulu 4 variantlı da, Lili, Lulu. Bunun yerinə olan sözün qoya bilirsinizsə, o deməli sifət düzəldir. Yox, olan sözün qoya bilmiriksə, deməli o nə düzəldir? İsim düzəldir. Bu bir üsuldur. Yəni, savadlı nə deməkdir? Savadı olan. Deyə bilirəm də, düz deyil. Biraz uşaqlar, bu planşetin qələmi bir başqa cür yazır. Ona görə biraz xəttim pis çıxır. Üzürlü sayın. Aha. Siz əsas mənə dinləyin. Dinləyəndən sonra biləsiniz mən buraya nə yazıram. Aha. Məktəbli sözünə gəlincə. Uşaqlar, məktəbli məktəbi olan demək olar. Təbii ki, absurd çıxar. Yəni, məktəb bir adama aid deyil. Axı, məktəb topluma aiddir, hamıya aiddir. Yəni, məktəbi olan deyə bilmərəm. Və yaxud kəndli. Kəndli olan deyə bilmərəm. Sən o kəndə aidsən. O kənd sənə aid deyil. Ona görə bunlara deyəcəm. Yəni, olan qoya bilmirəm deyə. Bunlar olur isim. Amma savadlı, məsələn, deyirəm təhsilli, bunlar olur sifət. Niyə? Çünki təhsili olan deyə bilirəm. Bu, belə bir yoldur uşaqlar. Bir də ki, diqqətimizə bunu çatdırım ki, baxın, Lili, Lulu şəkilçisi uşaqlar heç vaxt qrammatik şəkilçi olmur. Həmişə leksikdir. Nəsə düzəltməlidir, yəni. Bu da belə. Yəni, ikinci bir üsulumuz da odur ki, uşaqlar məktəblidir, kəndlidir, nə bilim, məsələn, deyir ki, Hüseynli, misal üçün. Bu sözlərin arxasında insan faktoru vardır, uşaqlar, insan, adam anlayışı var. Ona görə bunlara biz isim deyəcəyik, yəni isim düzəldir burada. Gələk digərlərinə, məsələn, lıqlik, luqlük. Uşaqlar, bu şəkilçidə görürsünüz, daşlıq, meşəlik, müəllimlik, nə? Adlardan isim düzəlir. Daşdan daşlıq, meşədən meşəlik, müəllimdən müəllimlik. Adlardan düzəltdir. Amma həmişə adlardan isim düzələcək deyə bir anlayış yoxdur. Sifət də düzəldə bilər. Gəlin, baxaq. Fikir verin. Bir var deyirəm, aylıq maaş və yaxud deyirəm, həftəlik iş. Bunlarda uşaqlar olur sifət. Niyə? Sual verin. Necə iş? Həftəlik iş. Cümlədə olur təyin. Sualına bax, necə? Həftədən həftəlik. Aydan aylıq. Məsələn, aylığı harca desəm, aylıq. Nə aylıq? Amma aylıq maaş, necə maaş? Axı, yanına isim qoya bilirəm. Ona görə bu olur sifət. Yəni, isimdən sifət düzəldir. Güllükdə amma, güllük necə deyə bilmirəm. Güldən güllük, isimdən isim düzəldir. Bax, burada artıq isim düzəldir. Bu məqamlarda da diqqətli olun. Gəlirəm, uşaqlar, bu 3 şəkilçiyə burada diqqətli olun. Çə-çədə, cıq-cıq, cıq-cıqdə, cığa-cığa, cığa-cığa. Bunlar uşaqlar kiçiltmə mənalı isimlər düzəldir. Məsələn, meydan böyükdür, meydanca kiçik. Məsələn, dəftər böyüdür, dəftərcə kiçik. Kitab böyüdür, kitabca kiçik. Yəni, adlardan isim düzəldir də, kitabdan kitabca, isimdən isim.
Sonra gəlincik, gəlin böyükdür, gəlincik balacadır. Quşcuğaz, quş böyükdür, quşcuğaz əzizləmə mənasında deyirik də, balaca, kiçik. O yavru bala quşa deyirlər də, quşcuğaz, cığaz, 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 cığaz. Görürsünüz, isimdən isim düzəldib. Bu belə. Yəni kiçiltmə mənalı şəkilçilər hansılardır deyəndə bunu bir tərəfə qeyd edin. Çaça, cıq 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 cıq, cığaz cığaz, cığaz cığaz. Bunları soruşacağam sizdən. Sonra çuçi çuçu uşaqlar, dənizçi, qapıçı, bu şəkilçi çox məşhur bir şəkilçidir isim düzəldən. Özdə sənət peşə mənalı isimlər düzəldir. Amma həmişə sənət peşə anlamında sözlər düzəltmir. Gəlin baxaq. Baxın uşaqlar, deyirəm ki, əlaçı, yalancı. Bu sənət peşə bildirir. Yox, düzdür. Bunlara mən isim deyəcəm. İsimdir, adlardan isim düzəlir. Yalan isimdir, isimdən isim. Əla sifətdir, sifətdən isim. Bu üzərində. Amma sənət peşə bildirmir. Yəni çı-çı, çu-çu ümumən sənət peşə mənalı isim düzəlir. Amma elə sözlər var ki, orada sənət peşə məzmunu yaratmır. Məsələn, var orada qiyabiçi sözü var. Nə bilim, təbliğatçı var. O tip sözlər var. Bunlarda sənət peşə mənalı söz yaratmır. Gələk lak şəkilçisini. Uşaqlar görürsünüz, bir variantlıdır. Bunun üstünə 2 ya da 4 yazmamışam. Məsələn, sapdan saplaq, yaydan yaylaq, duzdan duzlaq. Görürsünüz, otdan ya da olar məsələn otlaq. İsimdən isim düzəldir. Adlardan isim. Sonra bir də var uşaqlar, çılıq şəkilçisi. Bəzən çı-çı, çu-çu ilə lıq-lik, lıq-lik ayrılır, bəzən də bütöv götürülür. Sözdən sözə dəyişir. Bax, peşmançılıq sözündə peşman sözün köküdür. Peşmançı sözü yoxdur. Çılığı bütöv götürəcəm. Peşmançı yoxdur axı. Yəni peşman, necə peşman? Sifətdən yaranır nə? Peşmançılıq isim. Bu belə. Amma dənizçiliyə baxın. Dənizdən dənizçi, dənizçidən dənizçilik. Uşaqlar, yadda saxlayın. Söz yaratma üsulunda demişik ki, əgər bir dənə kök verilsə, bir dənə leksik verilsə, hə, kökdən yaranır yeni söz. Amma sizə 2 leksik verirsə, bax belə 2 leksik verirsə, siz artıq kökə baxmayasınız. Nə yarandığını bilmək üçün o 2 leksikə baxasınız. Onun birincisindən ikincisi düzəlir. Yəni dənizçidən yaranır dənizçilik. Dənizçi ismindən dənizçilik ismi. İsimdən isimdir. Amma hansı isim deyəndə deyin dənizçi ismi. Da kökü göstərməyin. Dənizdən yarana bilməz. Dəniz onun köküdür. Sonra bu şəkilçiləri niyə ayrı qeyd etdim uşaqlar? Bunlar çünki bir variantlı şəkilçilərdir, alınma şəkilçilərdir. Məsələn, daş sözü. Leksik şəkilçidir, bir variantlıdır. Yoldan yoldaş, nə bilim, vətəndən vətəndaş, kim? Bu anlamda sözlər düzəldir. Stan şəkilçisi uşaqlar. Istan 4 variantlıdır. Istan, istan, ustan, üstan. Amma stanın özü bir variantlıdır. Çünki sahiti düşən versiya. Məsələn, Gürcüstan, Dağıstan. Bax, Gürcüstana baxın. Sözün kökü gürcüdür. Stan şəkilçidir. Çünki gürcü üstan deyə bilməz axı. Şəkilçinin sahiti düşür. Amma Dağıstana baxın. Dağ kökdür. Istan burada şəkilçidir. Burada artıq özünü qoruyub saxlayır. Sonra şünas var. Hüquqdan hüquqşünas, nə bilim, şərqşünas, insan anlayışı bildirir. Xana, çayxana, toyxana. Xana şəkilçisindən bağlı bir şey deyim ki, xana ərəb-fars mənşəli şəkilçidir. Ərəblərdə, farslarda bu ev mənasını bildirirdi bu söz. Amma dilimizə keçdi, artıq o mənanı itirdi. Düzdür, o anlayış qalır tərkibində. Çünki çayxana çay evi deməkdir əslində. Amma xana sözü bilavasitə bir məna ifadə eləyirmi? Yox. Ağlınız bu xanaya getməsin, ha, bu xana deyil. Aydındır. Söhbət bu xanadan getmir. Söhbət o çay evi anlamında. Yəni o ev mənasını daşımır. Burada artıq şəkilçiləşib. Şəkilçinin də bilirik ki, mənası yoxdur. Ya da toyxana olsun. Sonra İvi var uşaqlar. İvi bir variantlıdır. Xaqani, nə bilim, Gəncəvi görürsünüz. Deməli, bəzən ola bilir ki, ahəng qanunu pozmur bu şəkilçi. Amma ümumilikdə alınma şəkilçilər uşaqlar ahəng qanunu pozur. Bax, bunu yadda saxlayın. Bax, xaqan sözü. Söz özü ahəng qanuna tabedir. İyini qoşdum, qanun pozuldu. Çünki alınmalar qanunu pozur. Düzdür, deyəsiniz ki, müəllimə, bəs Gəncəvidə niyə pozmayıb? Yəni, belə istisna məqamlar olur. Ümumiyyətlə, Azərbaycan dilində heç nə dəqiq 100% ilə deyil. Hər şeyin, hər qaydanın istisnası var. Amma bu artıq qaydanı pozur axı, qanunu pozursa, mən buna qanunu pozmur deyənmərəm. Qanunu pozur. Amma pozmadığı hallara da rast gələ bilirik. Sonra realizm. Görürsünüz, real sifətli realizm isimdir. Bir variantla. Real sifətli realist isimdir. Kapitalist isimdir. İnsan anlayışı bildirir.
İyyət. Uşaqlar. Çünki buna 4 variantlı deməmişəm. Çünki iyyət, uyyət yoxdur axı. Bələdiyyə, bələddən bələdiyyə, sifətdən isim. Sonra ədəbiyyat, ədəbdən ədəbiyyat. Riyaziyyatda sözün kökü uşaqlar riyazidir, yiyyat olur da elə bir şəkilçinin iyisi düşür. Aydındır. Yəni bu versiyada ola bilər. Yəni sizi çaşdırmasın. Deməyin, bu nə şəkilçidir. Sözü ya da bütöv riyaziyyat götürməyin. Yəni şəkilçinin saytı düşə bilir. Bunlar normal hallardır. Sonra uşaqlar, gəlirəm feildən isim düzəldən şəkilçilərimiz. Bunlar da uşaqlar, deməli, gördüyünüz kimi, məsələn, ıqq şəkilçimiz var. Bax uşaqlar, feildən isim, məsələn, burmaqdan buruq. Görürsünüz. Burada buruq uşaqlar neft buruğundan söhbət gedir. Bura mötərizdə yazım neft o anlamdadır. Yəni bu buruq saç anlamında deyil. Buruq saç anlamında olsa orada sifət düzəldir. Aydındır. Deməli, ıqq görürük. Həm sifət düzəldir, həm isim. Amma burada isim düzəldir. Neft buruq anlamında deyirsə. Amma qızın buruq saçları var, o olur sifət. Sonra, ışış var. Yeriş, uçuş, yeriməkdən yeriş, uçmaqdan uçuş. Bax, görürsünüz, sözün kökü yeriməkdir. Şəkilçinin ısı var. Yəni, daha doğrusu 4 variantında axı, işi də var da bunun. Deməli, şəkilçinin saytı düşür. Niyə? Çünki sözün kökü yeridir. Amma burada sözün kökü uçdu, şəkilçi saytını qoruyur, saxlayır. Və yaxud da müəmmən şəkilçisi uşaqlar. Bu inkarlıq deyil. Bu leksik şəkilçidir. Məsələn, düyməkdən düymə, doğramaqdan doğrama. Bu Novruz bayramında bizdə evdə bişinti olur. Məsələn, şəkər bura paxlava, bir də ondan əlavə bir şirniyyat bişirirlər. Ona doğrama deyirlər. Elə qəribə bir deməli alət var. Yumru da ağzı, belə darağa oxşuyur. Ondan kəsirlər, belə əyri gedir, elə bir ləpə kimi gedir, dalğalı gedir. Qırağı, bax ona doğrama deyirlər. Burada uşaqlar görürsünüz, şirniyyatın adıdır o. Adı olduğuna görə biz buna isim deyirik. Amma desəm, məsələn, əti doğrama. İndi baxın. Baxın, deyirəm ki, əti doğrama feil olaraq deyirəm də. Bura indi əti də yazaq. Doğra kök olur. Orada inkar olur artıq. Yeni söz düzəltmir. Olur feil. Aydındır. Məsələn, bölmə sözü. Biri var deyirəm ki, qardaşım bölmə əməliyyatını bilmir. Bölməkdən bölmə ya da bölmə cədvəli, vurma cədvəli fərqi yoxdur. Orada olur isim. Leksik şəkilçidir. Bir də var deyirəm ki, məsələn, çörəyi bölmə. İnkar eləyirəm də. Bölmə. Burada da olur feil. Bu qədər sadə. Bura baxın. Aq ək var. Yatmaqdan yataq. Mən bunu əmr kimi desəm, gedək yataq. O əmr şəkli feil olur. Amma burada nə deyirəm? Kravatın, o yatağın adıdır bu artıq. Bu olur isim. Feildən isim. Sonra ümüm, geyim. O deyir, məsələn, gedim özümə geyim alım. Geyməkdən geyim, isim. Amma bir də var deyirəm ki, gedim əynimə paltar geyim. Yəni geyinim o anlamda. Əgər elə desə, onda im olar qrammatik formada. Məsələn, baxın, buraya yazıram, belə olar. Geyim. Geymək kök, im burada qrammatik olar. Mən əynimə paltar geyim, feil. Amma burada elə deyil. Aha. Burada artıq isim kimidir. O deyir, saç baxımı, nə bilim, saç düzümü, bax, həmin sözlərdir. Acaq sözü. Acaq sözü də uşaqlar amonim şəkilçidir. Biri var, deyirəm, dayanacaq qabaqdadır. Ben burada yerin adını deyirəm də, dayanmaqdan dayanacaq. Nə? Bu olur isim, feildən isim. Bir də var deyirəm ki, qatar, məsələn, stansiyada dayanacaq. Bunu desəm artıq dayanmaq kökü olur, acaq burada qrammatik şəkilçi. Gələcək zaman şəkilçisi olur, yəni feil olur burada. Amma mən bundan danışmıram, mən bundan danışıram. Burada olur isim. Sonra digər şəkilçilərdə var uşaqlar. Məsələn, C var. C əylənməkdən əyləncə, feildən isim düzəldir, görürsünüz. Sonra ıntı, inti, untu, üntü. C-ni biz qoşmada da keçəcəyik inşallah. Amma burada təbii ki, əyləncə şəkilçidir də, yəni. Məsələn, biri var, deyir ki, indi baxın, deyir ki, dəryaca ağlı yoxdur. İndi bura qısa yazıram, dəryaca. Burada dərya qədər anlamındadır. Bu artıq şəkilçi deyil burada. Burada bu qoşma olur. Amma bizdəki şəkilçidir. Aha, sonra ıntı uşaqlar. Intı da bəzən parçalanır, bəzən bütöv götürülür. Bax, yağıntı sözündə yağınmaq sözü var dilimizdə. Yox. Sözün kökü yağmaqdır. Yağmaqdan
yağıntını bütöv götürürəm. Yağınmaq sözü yoxdur axı. Feildən isim yaratdım. Amma bax, bu sözə baxın. Görməkdən görünmək, görünməkdən görüntü. Görürsüz? Burada görünmək sözü var deyə mən bunu parçalayıram. Yəni nədən nə yaranıb deyəndə deyəsiniz görünməkdən görüntü. Demişəm 2 leksik olanda birincisindən ikincisi yaranıb. Aha. Sonra qı, ki, qu, kö. Bax, qurmaqdan qurğu, feildən isim. Və yaxud qın, kin, qun, kün. Məsələn, daşqın, daşmaqdan daşqın. Amma məsələn, verər sizə bunu. Tutaq ki, məsələn, deyər kəskin, uşaqlar. Beyninizdə sual işarəsi, yəni ki, hə, burada da var da bu şəkilçə. Sual verin o dəqiqə. Necə kəskin? Deməli, nədir bu? Sifətdir. Və yaxud, bax, t şəkilçisinə baxın. Məsələn, qaraltı, qaralmaqdan qaraltıdır. Sözün kökü qara deyil ha. Qaralmaqdan qaraltı yaranır. Feildən isim. Sonra qızarmaqdan qızartıdır. Qızmaqdan qızarmaq deyil. Buna da fikir verin. Sonra ıcı, ucu, satmaqdan satıcı. Bax, bu şəkilçidə. Məsələn, satıcı deyirsə, bu bilin ki isimdir. Çünki arxasında insan anlayışı var. Bir də var deyirəm, bax, kəsici. Artıq bu nədir? Bu xüsusiyyət bildirir də. Bu olur sifət. Necə? Kəsici. Və yaxud deyirəm soyuducu, baxın. Soyuducu düzdür, xüsusiyyətə oxşuyur. Amma uşaqlar, soyuducu əşyanın adı deyil. O xaladenik deyirik, onun adıdır da. Deməli, soyumaqdan soyutmaq, soyutmaqdan soyuducu. Soyudumaq sözü yoxdur axı. Soyuducu ucu bir yerdədir. Deməli, nədən nə yaranıb deyəndə, aha, baxacam bu leksiklərə. Birinci leksikdən ikinci leksik. Yəni, soyutmaqdan soyuducu. Yəni, deyəcəm, feildən yaranıb isim. Aydındır, sifət deyil, bu isimdir. Bunlar uşaqlar düzəltmə isimlər üçün olan şəkilçilər idi. İndi keçək digər quruluşçu növünə, mürəkkəb isimlərə. Mürəkkəb isimlər uşaqlar ümumiyyətlə mürəkkəb söz 2 və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimləri yadınızda saxlayın ki, ümumilikdə mürəkkəb sözlər 3 cür yazılsa da, yəni bitişik ayrı defisli olsa da, mürəkkəb isimlər 2 cür olur. Bitişik və defisli, yəni ayrı yazılan mürəkkəb isimimiz yoxdur. Və bu sintaktik üsulla yaranma hesab olunur. Çünki sözlərin birləşməsi sintaktik üsuldur. Uşaqlar, ümumiyyətlə başlayaq. Bitişik yazılan mürəkkəb isimlər necə olur? Müxtəlif mənalı sözlərin birləşməsi ilə olur. Məsələn, bax, maral, göl. 2 sadə söz birləşir, yaradır mürəkkəb isim. Və yaxud bir sadə bir düzəltmə söz. Çənli, bel. Çəndən çənli düzəltmə sözdür, özü ayrıca. Bel də sadə sözdür. Bir sadə bir düzəltmə birləşdi, ümumilikdə yaratdı bir dənə mürəkkəb söz. Və yaxud döşək üzü. Ayrıca bölsək bunları. Döşək düzəltmə sözdür. Döşəməkdən döşək. Üzü sadə sözdür. Üz, onun üzü, mənsubiyyət. Bir sadə bir düzəltmə. Və yaxud dəvə quşu da mənsubiyyət şəkilçisinin köməyi ilə yaranır. Buna biz deyirik ki, mürəkkəb isim bitişik yazılır. Və yaxud ayaqqabı. Görürsünüz, qabı mənsubiyyətdir burada. Bu belə. Sonra var uşaqlar. Ümumilikdə mürəkkəb sifətə lüqlük şəkilçisi artırıb mürəkkəb isimlə yaratmaq olur. Əli əyri özü mürəkkəb sifətdir. Şəkilçi artırdım, oldu mürəkkəb isim. Uşaqlar, elə düzəltmə şəkilçi artırım, o dəqiqə olsun düzəltmə söz yox. Əgər 2 söz birləşibsə, orada istənilən qədər leksik şəkilçi olsun, fərqi yoxdur. O mürəkkəb sözdür. Açar sözümüz mələk. Sonra bir isim, bir sifət birləşib mürəkkəb isim yarada bilər. Məsələn, isti, ot. Sarı, köynək, görürsünüz. Yəni, bunları ayrıca götürmür ya. Sadəcə ayrı 2 nitq hissəsi birləşib, yeni bir nitq hissəsi yaradıb. Sonra, burada deməli, toz, soğuran. Məsələn, bir dənə isim, bir də feili sifət birləşib, yarada bilir mürəkkəb isim. Ən feili sifət şəkilçisidir. Bunu gələcək dərslərimizdə öyrənəcəksiniz. Sonra, bir də var AH bitişdiricisi ilə. Bunlar da bitişik yazılır uşaqlar. Əgər bir məqam var ki, sözüm cingiltili ilə bitirsə, H bitişdiricisi qoyuram. Əgər kar samitlə bitirsə, A bitişdiricisini qoyuram. Mütləq amma bitişik olur. Və yaxud basa-bas sözü A bitişdiricisidir. Aha.
Defslə yazılanlar isə uşaqlar, ümumiyyətlə defslər nə zaman yazılma olur? Eyni sözün təkrarında, yaxın mənalı ya əks mənalı sözlərin təkrarında, yəni daha doğrusu birləşməsində, tərəflərdən biri ya hər ikisi ayrılıqda işlənməzsə, izafət tərkiblərində bu zaman ortaya defs qoyuruq. Məsələn, nümunəyə baxaq. Eyni sözün təkrarından top-top, aşıq-aşıq. Aşıq-aşıq o vaxtda oyunu var idi. İndi siz bilməzsiniz, valideynləriniz bilər. O vaxtda aşıq-aşıq oyunu var idi ki, ondan oynayırdılar. Bilirsiniz nəyi xatırladır uşaqlar? İndikilərin misket oyunu var ya, biraz onu xatırladır. Sonra yaxın mənalı sözlər. Qoyun, quzu. Qoyun, quzu sinonim deyil ha, qarışdırmayın. Qoyun, quzunu əvəz edə bilməz. Sadəcə yaxındılar. Söz, söhbət, defs qoyuruq. Əks mənalı. Alqı, satqı. Dərə, təpə. Görürsünüz, əksdir, defs qoyuram. Tərəflərdən biri işlənməzsə, dil, mil ya da deyirəm uşaq, muşaq. Nə bilim, dəmir, dümür. Uşağı işlədirəm, muşağı işlətmirəm. Dəmiri işlədirəm, dümürü işlətmirəm. İzafət tərkibi nədir uşaqlar? Söz birləşməsinin əksi. Yəni, söz birləşməsi hərəkət tərzi, düz deyil. Tərsinə deyirəm, tərzi hərəkət. Bu zaman izafət tərkibi yaratmış oluram. Bu da olur, təbii ki, arada defs işarəsi ilə mürəkkəb isim. Bu da belə. Bir də əks külli sözlərinin birləşməsi ilə var. Əks təsir külli bəşər. Burada da defsi qoymalıyam. Sonra var uşaqlar. Məsələn, bax, vitse, kontur sözləri var. Vitse, prezident, kontur admiral. Bunlarla da mütləq defs işarəsindən istifadə etməyimiz vacibdir. Uşaqlar, hələlik bu qədər. Nəsə bir sualınız, sorğunuz, beyninizdə qalan bir sual işarəsi ya da qaranlıq qalan məqam olarsa, şərh bölməsində mütləq qeyd edin. Mən sizə geri dönüş edəcəyim. Hələlik Allah'a əmanət olun.